Bugünkü dərsimizin mövzusu idman məşqinin metodları və onların xüsusiyyətidir. Metod nədir? Metod, məşğul olanların nəzəri və təcrübi fəaliyyətinə, fiziki qabiliyyətlərin inkişafına, hərəki qabiliyyətlərin mənimsənilməsinə və şəxsiyyətin mənəvi iradi keyfiyyətlərin formalaşmasına məqsədyönlü şərait yaradan müəllim tərəfindən pedaqoji qanunauyğunluqları nəzərə almaqla hazırlanan və tətbiq edilən fəaliyyət sistemidir. Qısaca bu sözün mənası nədir müəllimlər? Yəni metod sözünün mənası odur ki, müəyyən bir məqsədə çatmaq üçün istifadə olunan ardıcıl və daha düzgün yanaşma formasıdır. Yəni üsuludur. Biz görürük ki, hər hansı bir metoddan istifadə edilərkən metodların mahiyyətinə, səbəbinə uyğun olaraq adlar verilmişdir. İlk baxaq birinci metoda, interval metod. İnterval metod nədir? İnterval metod dözümün, sürətin, gücün artırılmasına kömək edir. Məşq yükü komponentlərinin və hərəkətlərinin intensivliyini dəqiq bir diapazonda təkrar icrası ilə səciyyələnir. Diapazon bilirik ki, nədir müəllimlər? Diapazon, səsi əhatə edən bir tonları bildirir. Burada əsas diqqət hərəkətlərin icrası arasında istirahətə yönəlmiş olur. Hərəkətlər arası vaxt intervalı nisbətən qısa 1-3 dəqiqə ola bilir. Bəzən məşqin məqsədindən asılı olaraq bu interval 15-30 saniyə arasında ola bilər. Deməli, burada əsas diqqət şagirdlərin hərəkətlərinə yönəlmiş olmur müəllimlər. Hərəkətlər arası istirahətə yönəlmiş olur. Deyək ki, müəllim deyir ki, şagirdlərə, biz 10 dəfə qaçmalıyıq. Bəli, 10 dəfə 90 metr qaçandan sonra şagirdlərdə istirahət intervalı nəzərdə tutulacaq. Yəni, şagird 10 dəfə qaçıbsa, 1 dəqiqə fasiləsi nəzərdə tutulacaq. Fasilədən sonra şagird 10 dəfə 90 metr qaçacaq. Baxaq müəllimlər. Burada önəmli deyil ki, şagird 90 metr neçə saniyəyə qaçdı. Burada önəmli olan müəllimin müəyyən etdiyi istirahət fasiləsidir. Çünki diqqət burada hərəkətlər arası istirahət fasiləsinə yönəlir. Yəni, şagird 90 metr qaçandan sonra 1 dəqiqədən daha çox fasilə etmir. Yəni, 90 metr qaçandan sonra 1 dəqiqə fasilə edib yenidən qaçmalıdır. Deməli, interval metodun mahiyyəti odur ki, burada əsas diqqət hərəkətlərə yox, hərəkətlər arası fasiləyə yönəlmiş olur. İkinci metoda baxırıq, təkrar metod. Təkrar metod odur ki, idmançı orqanizmin təyinatı müəyyən edilmiş məşq yükünün idmançı orqanizminin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək istirahət intervalında çoxsaylı təkrarla icrası ilə səciyyələnir. Bu metod hərəkətlərin seriyalarla icrası üçün əlverişlidir. Baxaq. Təkrar metod odur ki, müəllimlər, idmançı orqanizminin iş qabiliyyətinin bərpasına görə müəyyən edilmiş hərəkətlər, yəni təkrar yerinə yetirilir. Bu metodun mənası budur. Misal üçün, deyək, şagird 10 dəfə 100 metr məsafəni qaçacaq. 1 dəqiqə fasilə etmiş olacaq. Bu 1 dəqiqə fasilə şagirdin belə deyək, istirahətinə bəs etməsə, bu zaman şagird orqanizminin bərpa işinə görə təbii ki, 2 dəqiqə fasilə edə bilər. Üçüncü metod, imtinaya qədər metod. İmtinaya qədər metod nədir? Bu metod daha çox əzələ kütləsinin böyüməsi və qüvvə qabiliyyətinin inkişafı üçün istifadə edilir. Deməli, müəllimlər, imtinaya qədər, yəni əzələ kütləsinin böyüməsi üçün inkişaf etdirilir. Hərəkətlərin icrasına əzələnin iş görmə qabiliyyəti itirildikdən sonra biz bilirik ki, yorulma prosesi baş verir. Bir də təkrar edirəm. İmtinaya qədər metod deyir ki, bu metod daha çox əzələ kütləsinin böyüməsi və qüvvə qabiliyyətinin inkişafı üçün istifadə edilir. Bəli, imtinaya qədər yəni odur ki, daha yorulana qədər. Yəni əzələ kütləsinin böyüməsi üçün, bu imtinaya qədər metodu məşq etdirilir və inkişaf etdirilir. Əzələ iş görmə qabiliyyətini itirdikdən sonra yorulma prosesi baş verir. Yəni, imtinaya qədər metodun mənası budur. Bu metodla hərəkətlər seçilmiş əzələ qrupunun tam yorulmasına qədər icra olunur.
Bu nə deməkdir? Bu o deməkdir ki, əzələ yorulana qədər dediyimiz kimi məşq etdirilir. Yəni əzələ ən çox dərəcədə gərginləşəcək və yorğunluğa çatana qədər hərəkətlər təkrar etdirilir. Bəli, yorğunluğa çatana qədər hərəkətlər təkrar etdirilir. Hərəkətlər bir neçə yanaşmada yerinə yetirilir. Yanaşmalar arası vaxt fasiləsi fərdi olaraq müəyyənləşdirilir. Bax, yəni hərəkətlər bir neçə dəfə ardıcıl şəkildə icra olunur. Bəli, bu doğrudur. Hər kəsin bərpa müddəti özünün fiziki vəziyyətinə görə tənzimlənəcək. Bu metodun da mahiyyəti bundan ibarətdir. Baxırıq, oyun metodu nədir? Oyun metodu yeniyetmə idmançıların hazırlanmasında əsas metod hesab olunur. Oyun metodu o deməkdir ki, müəllimlər, yeniyetmə idmançıların hazırlanmasında əsas yanaşmalardan biridir. Yəni məşqlər daha çox oyun şəklində belə deyək də təşkil olunur. İdmançılar bu vəziyyətdə daha çox əylənəcək, daha çox öz bacarıqlarını nümayiş etdirəcəklər. İdmançıların bu cür yanaşmasında məşqlər idmançılar üçün daha çox motivli olur, bəli, daha çox maraqlı olur, daha çox effektiv ola bilir. Metod emosionallıq və daim dəyişən yarış şəraitində hərəki qabiliyyətlərin inkişafına əsaslanır. Deməli, oyun metodunda idmançılar həm emosional cəhətdən daha həvəsli olur, həm də daim dəyişən yarış şəraiti o deməkdir ki, müəllimlər, yəni idmançılar öz bacarıqlarını gözlənilmədən öz bacarıqlarını müsbət formada şahidi olurlar. Bəli, metod emosionallıq və daim dəyişən yarış şəraitində hərəki qabiliyyətinin inkişafına əsaslanır. Yəni bu o deməkdir ki, idmançılar həm emosional cəhətdən daha həvəsli olurlar, həm də yarış şəraitlərinin yarış şəraitində gözlənilmədən öz bacarıqlarını müsbət formada şahidi olurlar. Dairəvi metod haqqında danışaq. Dairəvi metod nədir? Dairəvi metod bir sıra